yazdırırlar və istehsal edirlər. Yəni harada səs studiosu? Səs studiosu burada nə olacaq? A studio. 18-də cavab olacaq C variantı. 19-a baxıram, yanlış fikirləri seçməliyik. She used to spend hours creating beautiful artwork. O keçirərdi saatlarla vaxt gözəl incəsənət işi yaratmağa. Artwork incəsənət işi bu nə deməkdir? Rəsm ola bilər və yaxud da ki, parçanın üstündə hər hansı bir naxış işi ola bilər. Yəni incəsənətlə bağlı bir işlər. False istəyir bizdən, yanlışı istəyir. Baxın, diqqətlə baxın, izah edirəm. B variantı last year, keçən il deməkdir, cümlənin sonunda gəlir. That day, o gün, keçmiş zamanda cümlənin sonunda gəlir. In childhood, cavanlığımda, uşaqlığım, yox, in childhood uşaqlığımda. Bu da keçmiş zamandır. In youth, gəncliyimdə. Bu da keçmiş zamandır. Mən orada rampaya almışam used to sözü arda ərdə deməkdir. Məsələn, deyirəm ki, mən uşaqkən oynayardım. Mən cavanlığımda velosiped sürərdim. Yəni used to sözü arda ərdə deməkdir və keçmiş zamana aiddir. Keçmiş zamana aiddirsə, cümlənin sonunda da keçmiş zamana aid zaman zərfi verməlidir. B, C, D, G variantları hamısını biz keçmiş zaman dərsin içində öyrənmişik. Hamısı keçmiş zamanın zaman zərfidir. Amma A variantı not often. Bu indiki sayda zamana aiddir. Often sözü tez-tez keçmişdir. Not often da yəni çox tez-tez olmayan. Bizə də yanlışı istəyir. Ona görə 19-da yanlış olacaq A variantı. Daha sonra 20-ci testimə davam edirəm. I see the bird last time in the picture. Last time nə deməkdir? Keçən vaxt. Mən gördüm quşu keçən dəfə şəkildə, keçən dəfə. Yəni sonuncu dəfə. Last time, last sözü keçmiş zaman olduğu üçün biz burada yazacağıq did not, yəni keçmiş zaman. I didn't see the bird last time in the picture. Mən sonuncu dəfə quşu şəkildə görmədim. 20-də cavab olacaq A. 21-ə baxıram. Sözlərin definitionunu tapmalıyıq, yəni mənasını tapmalıyıq ki, hansı sözün izahı nədir? Birinci ask soruşmaq, xahiş etmək, ikinci arrive çatmaq, üçüncü attack hücum etmək, yəni incitmək, bu mənada. Birinci olacaq B, to get information or to say question. Ask yəni soruşmaq, xahiş etmək, bir olacaq B. 2 arrive çatmaq, to reach a destination after traveling. Deyir ki, bir yerə öz məkanına çatmaq, səyahət etdikdən sonra, bəli, arrive çatmaq idi. 2A, 3 attack hücum etmək, to do harm someone aggressively. Kimisə incitmək, aqressiv şəkildə, yəni kimisə incitmək, bəli, attack söz hücum etmək, incitmək, zədələmək, yaralamaq. 1B, 2A, 3C olacaq. Səsimi görə yenidən üzr istəyirəm. Biraz səhhətimlə bağlı yüngül biraz problemlər var. Ona görə bəzən öskürək basqıra bilirəm. 22-ci testdən davam edək. 22-ci testdən davam edək. 22-ci testdə deməli the weather. Bir dəqiqə. 22-ci testdən davam edək. The weather, hava. Deməli last week, keçən həftə. Deməli deyir hava yaxşı idi keçən həftə. Deməli birinci tərəfdə last week vergülə qədər last week varsa keçmiş zaman seçməliyik. Hava da cansız olduğu üçün, yəni orta cins olduğu üçün biz bilirik ki, itdən voz olur. Birinci tərəf voz. Deməli A və B variantları getdi. İkinci tərəfdə isə now sözü var. İndi. İndi varsa ikinci tərəfə indiki zaman seçməliyik. C variantına baxın. Hava yaxşı idi keçən həftə, amma indi yaxşı deyil. 22-də cavab olacaq C variantı. Bəzi şagirdlərim B variantı seçib. B variantı belə olur. Hava yaxşı idi keçən həftə, amma yaxşıdır indi. Əgər bir cümlədə amma varsa bir tərəf təsdiq, bir tərəf inkar olur. Belə deyə bilərəm. Keçən həftə hava yaxşı idi, amma indi də yaxşıdır. Yoxsa belə deyirəm, keçən həftə hava yaxşı idi, amma indi yaxşı deyil. Təbii ki, olacaq cavab C. 23-cü testdən davam edirəm. Irregular, qaydasız feilləri seçin. A variantı change, changed qaydalı feildir. B variantı carried, past qaydalı feildir. C variantı read, read, hurt, win, won, hamısı qaydasız feildir. C variantı düzgün cavab olacaq. İndi dobirlərə baxaq. D variantına baxıram. Write, wrote, written qaydasızdır. Ask, asked. Ask sözü qaydalıdır. Ona görə D variantına silirəm. E variantına baxıram. Sing, sang qaydasızdır. Wait, waited. Waited qaydalı olur. Ona görə buradan da wait-i silirik, pulu da silirik. 23-də cavab olacaq C variantı. 24-cü testdən davam edirəm. Biz burada nə axtarırıq?